Yağlı yeməklər yeyən bloger ölüb. Rusiyanın Kostroma vilayətində 30 min izləyicisi olan 28 yaşlı məşhur bloger Marina Kuzmenko kəskin pankreatit diaqnozu ilə vəfat edib. O bir neçə il ərzində sosial şəbəkələrdə çox miqdarda yağlı yeməklər yeyərək video çəkib. Marina uzun müddət qarın ağrılarına fikir verməyib və həkimə müraciət etməyib. Daha sonra vəziyyəti kəskinləşib və xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Məlum olub ki, qız kəskin pankreatitdən dünyasını dəyişib. Həkimlərin sözlərinə görə pankreatitə səbəb çox yağlı, qızardılmış yeməklər, tez-tez artıq yemək və düzgün olmayan qidalanmadır. Kəskin pankreatit zamanı mədə-altı vəz şişir, öd axını pozulur və bu vəziyyət ölümə qədər gətirib çıxara bilir. Erkən tibbi müdaxilə olmadıqda bu ölümcül ola bilər. Belə hallar zamanı dərhal həkimə müraciət etmək çox vacibdir.